Bərdə və Yevlax rayonlarında keçirilən immunizasiya həftəsi çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub. Təbib və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə 28 aprel 2 may 2025-ci il tarixlərində Avropa İmmunizasiya həftəsi çərçivəsində 40 məntəqədə 942 uşağa vaksin vurulub. Onlardan Bərdə rayonu üzrə 34 məntəqədə 542 nəfər, Yevlax rayonu üzrə isə 6 məntəqədə 400 uşaq bu prosesdə iştirak edib. İmmunizasiya həftəsi çərçivəsində təbibin tabeliyində olan tibb müəssisələrindən və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən yerli həkimlərə dəstək məqsədi ilə müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunub. Qeyd edək ki, Avropa İmmunizasiya həftəsi çərçivəsində Bərdə və Yevlax rayonlarında keçirilən immunizasiya həftəsinin yerində qiymətləndirilməsinin aparılması və zəruri tövsiyələrin verilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun immunizasiyada ədalətlilik üzrə texniki mütəxəssisi Brett Craig və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin əməkdaşı Sevinç Həsənova prosesdə iştirak ediblər.